Salam əziz dostlar, hər kəs Böyük Polar kanalında yenidən xoş gördük. Bugün mən sizə Satoshi qazandıran növbəti bir saytla tanış edəcəm. Videoya başlamazdan öncə onu demək istəyirəm ki, həmişə olduğu kimi kanalımıza abunə olmağı unutmayaq. Abunə olaq ki, gələcəkdəki videolardan da xəbərimiz olsun. Belə əziz dostlar, başlayaq. Saytımızın adı adbtc.top saytıdır. Onu da qeyd edim ki, hal-hazırda kriptovalyuta qazanmaq daha çox sərf eləyir, nəinki adi pul qazanmaq. Çünki kriptovalyutanın qiyməti günü-gündən hal-hazırda burada gördüyünüz kimi 1 bitcoin 2525 dollardır. Hansı ki 2-3 il bundan qabaq harca 1 bitcoin, təxminən 2 il bundan qabaq 1 bitcoin 400 dollar idi. Gördüyünüz kimi bitcoinin qiyməti qalxır. Ona görə də hamımıza məsləhət görürəm ki, indiki dövrdə Satoshi və yaxud da bitcoin qazanın. Belə dostlar, başlayaq. Yəni aşağıda qeydiyyat linki yerləşdirmişəm, əvvəlcə qeydiyyat prosesi barədə danışaq. Qeydiyyat linkinə daxil olanda belə bir səhifə açılacaq. Burada zaregistrasiya var. Buna tıklayacaqsınız. Əvvəlcə elektron posta, yəni ki, e-mail və yaxud da gmailinizi qeyd edəcəksiniz. Daha sonra bitcoin adresinizi və parolunuzu yazıb nəçət vuracaqsınız. Səhv eləmirəmsə, öz kabinetinizə daxil olandan sonra belə deyim də, burada bir səhifə açılacaq. Həmin səhifədə elə bir ki, gmailinizə kod göndərmək tələb edəcək ki, gmailinizi təsdiqləyəsiniz. Belə deyim də. Sadə bir prosesdir. Ümidvaram ki, onu asanlıqla yerinə yetirəcəksiniz. Heç bir problem olmayacaq. Belə dostlar, başlayaq. Burada pul necə qazanırıq? Yəni daha doğrusu Satoshi'ləri necə qazanırıq? Burada gördüyünüz kimi iki bölüm var. Bir reklam verən tərəf, bir də ki pul qazanan tərəf. Bizə pul qazanan tərəf maraqlandırır. Burada pul qazanmağın 3 necə deyirlər, yolu var. Birinci yol surfing saytdır. Sadəcə tıklayırıq həmin hissəyə. Daha sonra robot olmamızı təsdiqləyirik, təsdiqlədik. Atpravit vururuq. Aha. Gördüyünüz kimi burada yazıb ki 60 saniyəyə 105 Satoshi. 60 saniyə. Gəlin bunu qazanaq. Nəçət vururuq. Gördüyünüz kimi burada vaxt gedir. 56, 55. Burada isə həmin saytdır. Bu saytda istəsiniz baxa da bilərsiniz, baxmaya da bilərsiniz. Bu pəncərəni aktiv saxlaya da bilərsiniz, saxlaya bilərsiniz. Yəni bu vaxt gedinə kimi, kimin nəsə bir işi varsa digər saytlarda falan o barədə maraqlana bilər. Onu da qeyd edeyim ki, hal-hazırda vaxt var. Yəni ki, kanalımda da başqa pul qazanmaq, eləcə Satoshi qazanmaq üçün müxtəlif saytlar var. Daxil olub tanış ola bilərsiniz. Belə. Baxıq, hal-hazırda 23 saniyə, 22, 20 saniyə qalıb. Bir balaca da gözləyək. Hal-hazırda balans 2790. Gördüyünüz ki, öz-özünə abunəti oldu səhifə, 2903 oldu. Daha sonra növbətdə tıklayıb, növbəti bir 105 Satoshi qazanmaq üçün 60 saniyə. Növbəti bir 105 Satoshimizi falan qazanarıq. Yəni burada limitsiz deyir, elə başa düşməyin ki, bu daim nə qədər istəsək hər dəqiqə. Yəni getdikcə bu azalır və hər şeyin necə deyirlər, sonu var da. Gündəlik müəyyən limit var. Həmin limitə qədər qazanmaq olur. Belə, daxil növbəti bölmə Aftersurfing bölmə. Bu bir səhifə artıq bağlayaq. Aftersurfingə daxil olduq. Daha sonra burada görürsünüz ki, 6 sayta baxanda bizə 45 Satoshi verəcək. Gəlin, yoxlayaq, birinə baxaq. Aha, gözləyirik, 30 saniyə gözləyirik. Aha, əvvəlcə baxaq görək, 2903 Satoshimiz var. Bəzən bu tipli saytlarda daxil olanda burada reklamlarda yaxşı məsləhətli saytlar da olur. Yəni sadəcə reklamı elə belə keçməyin. Yəni bir maraqlanan elə olur ki, qeyri-adi saytlar çıxır. Yəni daha çox pul qazandıran. O da kimsə reklam eləyir deyənə çıxır burada. Elə gördüyünüz kimi artıq bir reklam getdi. İkinci başladı. Yəni buranı bir dənə yeniləyək görək. Və gördüyünüz kimi 14. Yəni 5 dənə saytdan sonra 35 Satoshimiz qalıb, onu da qazanacaq. Gəlin buranı artıq bağlayaq, yəni əsas göstərmək idi. Buranı da bağladıq. Növbəti bölmə Surfing Activum Acne. Yəni ki, pəncərə açıq qalmalıdır ki, biz pul gətirsin bizə. Buranı tıklayırıq. Aha, 2 dənə sayt verib hal-hazırda.
Yəni hərəsi 91 satoshi. Bunun birini tıklayaq, baxaq. Gördüyünüz kimi əziz dostlar, bu səhifə belə deyim də digər bu birinci bölmədən fərqli olaraq surfing saytdan. Gördüyünüz kimi vaxt getmir burada dayanıb. Yəni səhifəyə baxanda aktiv olanda, yəni ki əsas ekranda olanda onda vaxt gedir. Belə gözləyək vaxt tamam olsun. Dediyim kimi əziz dostlar, bu reklamlar çıxanda bu reklamlara da bir baxın, bəlkə məsləhətli nəsə bir sayt çıxa bilər. Mən bir çox saytları demək olar ki, bu tipli reklamlardan tapıram. Artıq vaxt az qalıb, 26. Evet, baxaq, gör nə qədər satır. 2914. Aha. Bu şəkillərdən açılmadı bu şəkillər. Oradan birini seçməliyik. Açılmalıydı. Aha, seçdik, bəli. 91 satoshimiz. Yəni eyni şəkillərdən olanda eynisindən hansından 2 dənədirsə ondan birini seçirik. Belə. Gördüyünüz kimi burada yazıldı ki 91 satoshi qazandıq. Yəni yenilik gördüyünüz kimi 3005 satoshim oldu. Belə satoshini çıxartmaq üçün nə edirik? Burada bu vesti bölməsi olmalıydı. Aha, bu vesti bura. Bu bölməyə tıklayırıq, bu vesti. Bitcoin adresimizə də necə deyirlər çıxarda bilər. Bitcoin adresi çevirəndə 15000 satoshi olmalı. Məndə hazır 3005-dir. 15000 satoshi olanda çıxartmaq olur. Və yaxud da ki bu vesti var. Payer hesabı da çıxartmaq olur. Düzdür, mən Payer'i çıxartmamışam hələ indiyə kimi, yəni satoshi. Sadəcə bu saytda göstərilib ki, mümkündür. Bu da 10000 satoshi olanda çıxartmaq olur. Belə, burada smena koşulka var. Yəni ki, öz elektron cüzdanınızı, belə deyim də, elektron hesabımızı bura daxil etmək üçün smena koşulka var. Buranı tıklayırıq. Daha sonra получить kod ilə smena koşulka. Yəni, buranı tıklayanda vururuq ki, bizim gmailimizə kod gələcək. Həmin kodu yazıb, daha sonra biz, necə deyərlər, öz elektron cüzdanımızı, belə deyim də, onu dəyişmək mümkün olacaq. Yəni, istədiyimiz tutaq ki, Bitcoin adresimizi qeyd eləmək üçün bizim hansı Bitcoin adresindən istifadə ediriksə. Buranı tıklayacaqsınız, gmailinizə məktub gələcək, həmin məktubda kod var. Həmin kodu bura yazıb, daha sonra davam eləyəcəksiniz. Belə, burada hətta göstərə bilərəm. Axırıncı çıxarılmış pulları da göstərmək olar. Yəni, satoshilər. Gördüyünüz kimi 2017-06-17 bugün ayın 17-sidir. Bugün də neçə adam buradan satoshilər çıxardıb. Yəni, həqiqətən, belə deyim də, sayt ödəyir. Belə dostlar, qeydiyyat linkini dediyim kimi aşağıda yerləşdirmişəm. Həmin linkdən olub, daxil olub qeydiyyatdan keçin. Çox sadə bir saytdır. Çox, necə deyirlər, satoshi həqiqətən çox qazandırır. Yəni, məsləhətli saytdır. Belə dostlar, videoya baxdığınız üçün bir daha sizə təşəkkür edirəm. Kanala abunə olmağı unutmayaq. Əziz dostlar, belə. Çox sağ olun.